Bugün yani dekabrın 21'i saat 19:03'te Azərbaycana qış fəsli daxil olacaq. Doğru Xəbər Azərbaycan xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika Fakültəsi məlumat yayıb. Bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayır. Bildirilib ki, bu zaman yerin fırlanması günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə 26 dərəcədə olur. Həmin gün ən qısa gündüz, gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə və ən uzun gecə, gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə olur. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək. İndi isə sabahın havasını təqdim edirik. Dekabrın 22-sində Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək, lakin 21-dən 22-sinə keçən gecə bəzi yerlərdə yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Temperatur gecə 3-6, gündüz 7-9 dərəcə isti olacaq. Naxçıvanda gün ərzində arabir bəzi yerlərdə yağış yağacaq. Temperatur 6-8 dərəcə isti olacaq, duman çökəcəyi ehtimalı var. Azərbaycanın əksər rayonlarında sabah yağıntı ehtimalı yoxdur. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, qərb küləyi əsəcək. Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.